İslam amma dünya görüşündə fədakarlıq anlayışı mühüm mövzulardan biridir. İnsanın fəda eləməsi, öz vaxtından keçməsi və özünün belə deyək də böyük dəyərlər uğrunda qurban verməsi və məsələn özünün rahatlığından keçib kimsə rahatlığını təmin eləməsi. Məhz insanın elə ali istəkləri də budur. İnsan gəlib cılız yaşamasın, yalnız öz istəkləri üçün yaşayan insan egoist insandır və belə bir insanın ətrafından da insanlar dağılmağa başlayır. Hər şeyi özünü fikirləşir, hara getdi, özündən mənə rahat olsun, kim necə olur olsun, dağılır, dağılsın, bu heç narahat olmur. Amma fədakarlıq budur ki, neyə bilirsən, keçə bilirsən. İsar deyirlər termin olaraq hədislərdə, İsar ona deyirlər ki, insan özünün ehtiyacı var, öz ehtiyacı ola-ola başqasının ehtiyacını ödəyir. Müharibələrin birində baş vermişdi, deyir, suya ehtiyacı var idi, can üstündə olan şəhidin suya daha çox ehtiyacı olur. Verəndə dedi, yox, yanımdakına verin. Verdilər yanındakına, o da baxdı, içmək istəyəndə gördü, yanındakı var, dedi, ona verin. 7 dənə belə verdilər, 7-cinə gəlib çıxanda o da dedi, göndərin o tərəfə, gəldi, gördü, hamısı dünyasını dəyişir. Fədakarlıq anlayışı da o vaxt başa düşür ki, insan qiyaməti anlasın, tohidi dünya görüşü olsun. Tohid dünyası görüşünü götürəndən sonra, qiyaməti atandan sonra niyə fəda eləməliyim özümü? Yaşayıram da özüm üçün. Ona görə din insanı fədakar eləyir, din insanı sevdirir insanlara qarşı, insanları sevdiyir, cəmiyyəti sevdiyir. Qiyaməti götürür, niyə xeyr olur fəda eləməliyim özümü? Yaşayıram da özüm üçün də, niyə verməliyim canımı ki? Fəda anlayışında insan canını verir, daha mühüm bir şey alır. Yoxa çıxmırsan ki, o əhl-i beytdir, innəman nut'imukum livəcihillah, biz sizi yedirdirik, amma onun müqabilində nəsə alacaq. Düzdür, la nuridu minkum cəzaən və la şükura. Sizə heç nə istəmirik, amma o demək deyil, heç nə istəmirik. Sizdən istəmirik, ondan istəyirik. Fədada da ondan nəsə alırsan, o özünü sənə verir. O özü səndən ünsiyyət qurur. Rəbbinlə ünsiyyət qurursan artıq. Daha da ucalırsan, daha da yüksəlsən. Fəda insanın ruhunu böyüdür. Ruhunu kamala aparır. İnsan öz həqiqi hədəfinə yetişir.